Herkese salam, kanalımıza ve videomuza xoş gəlmisiniz. Deməli, yenə biz mağazaya gəlmişik. Əslində biz başqa yerə getdik. Sadəcə vlogu mən buradan başlatdım. Nədən bilmirəm. Əsas məsələ mənim üçün aşağı düşmək oldu. Çünki orada köçələr var. Düşüb oradan bir-iki köçə alacağım və qayıdacağım. Adam çox eşini almayacağım. Belə bir petit beurre aldım. Bir də belə bir kökə var idi. Biz kroni bundan aldım. Uşaq üçün belə sərinlədicilər var idi. Əslində çox sərin gəlmirdi. Ona görə məncə almağa dəyməz. Belə dostlar, burada qara şey var. Belə kəpənək var. Baxıram elə. Daha sonra yenə bir mağazaya girdik. Orada qloslar falan satırdılar. Maraqlı qloslar var idi. Belə qablar var. Bakınız. Göstərəm ki sizinlə. Belə bir əl kremi. Aha, yeni il temalı. Bunlar 8.99'a. Böyle yeni il temalı da var. Renkli. Böyle şeyler de var. Sonra bakınız. Christmas yeneceğiz. Qab-qacaq yeri 18.90'a. Belə bir ədədir. 13.50'ye belə. Görək burada başqa ne var? 25.50'ye qəşəng bir şey. Qiymət malın üzərində çıxsam. Bakın. Bakınız. 18.90'a. Bu qədim də işlədilirdi. İndi də işlədilirdi yani. Mixer 16 manat 85. Admin hərfləri. Bir dakika. Belə şamlar da var. Oyuncaq yeri. Oyuncaqlara baxıram. Smart board idi. Nəysə qəribə bir şey var idi. Adam bundan vardı bizdə. Buradan almışdıq. Belə dəniz şeyi nəsə. Şampon yerinə gəlmişik. Burada şamponlara baxırıq. Bakın, belə şeylər də var burada. Bu kebablarını götürdük. Oy. Belə ərçək çox olmaz. Bu qəşəngdir. Amma yemək istəmirəm. Belə mayonezlər də var. Mayonez ketçup. Sizə hansını tövsiyə edirəm? Bax, bu qəşəngdir. Bu. Qiyməti də bir manat civarı belə. Gedirik. Ay baba. Nescafe. Kofeler Jacobs. 7.69. Belə var. Sağ olun dostlar, kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Dostlar, belə bir əl kremi almışam Ayan üçün. Belədir.